Balakən rayonunun Katef kəndində həyətyanı ev satışa çıxarılır. Qlavni yoldan, yəni magistral yoldan təxminən bir 100 metr içəridə yerləşir. Yəni magistral yola tam yaxın bir ərazidir. Qeyd etdiyim kimi 100 metr məsafə ola bilər. İçərisində bir 7-8 dənə fındıq tomalarıdır. Gördüyünüz kimi iri ərik ağacıdır, armuddur, cürbəcür bar verən iri ağaçlar mövcuddur. Gördüyünüz kimi həyətinə aid ayıq yolsudur. Suyu daimidir. 2 dənə ehtiyat su çanı var. Ev kubik taşdan tikilmiştir. Evin yan tarafıdır. Havalandırma poçkuları koyulmuştur her taraftan. Belə bir girişinə qapı koyulmuştur. Balaca padvallı evdir. Torpaq seviyesinden 7 plakan hündürdə tikilmiştir. Girəcəyində belə bir plaşatkası var. Yeni tikilidir. Yeri şam taxtadır. Mətbəxdə, yəni girəcəyin sağ tərəfindədir. İki yataq otağı, bir qonaq otağı, 3 otaqdan ibarətdir. Evin içərisində evə məxsus ayaq yolsudur, hamamıdır. Gördüyünüz kimi tam təmirlidir. Qeyd etdiyim kimi Qlavni yoldan, yəni magistral yoldan bir 100 metr içəridə yerləşir. Kupçalıdır. Kupçada 5 sot qeyd olunmuşdur. Faktiki yerində 7 sot torpaq var. Qiyməti 65.000 manata təklif olunur. Yəni razılaşma olacaqdır.